Açdı. Ha, tamam. Deməyim budur ki, indi qabaqları Tural Kazımov dedi bu iş. Müstəntiqdeydi. Bir il bu işi gələ saldı. Harasa çıxdı getdi. İndi Orxandadır. Orxan da müstəntiqdir. Pərviz oranı staşın müstəntiqidir. Mən gedirəm ora. Pərviz də qayıdır ki, prokuror bilməlidir. Prokuror Ufat müəllimdir. Prokuror bir də qayıdırdı prokuror oldu. Deyirəm ona ki, ay şirin bala, mən bu işi versəm suda iş qaytaracaq. Çünki mənim çox vurub qabırğalarımı sındırmışlar. Çox əziyyət elədim. Getdim 10 gündə yatım banisədə. Deyirəm ki, pes məni vururlar, öyümə gedə bilmirəm. Oğlanlarım. Kazımov Mayi Şirinbala oğlu. Kazımov Talih Şirinbala oğlu. Mənim iki qızlarım da Sevinç, bir Nərgiz. Onlar mənim başıma oyun gedir. Qalmışam bu 4 dənə uşağın içində. Hara gedim? Gəl bir dənə ikinci yoldaşımdır. Bu burada da kuşkanağın içindədir. Hamam yoldadır, yox, pis gündəyəm. Xahiş edirəm. O onun üstünə atır, bu onun üstünə atır. Bir yaxlarda getmişəm. Özə də İstasyon müstəntik gelmişdim yanına. Qayıdır ki, bu xandoyun gələrsən. Gedirəm xandoyun yalandan deyir, xandoyun əli salmağına, əli başı, əli sal. Gedirəm deyir orada, elə yalandan mənə başa yalandan ağladırlar, yola salırlar. Orada ufak bir tane Vüqar müəllim var, kapıda tapşırıq var. Orxan tapşırıb ki, Şirinbala gəlsə, kapıdan onu içeri bırakmıyor. Bunların səbəbi orada zaurdu, danışıram. Bir dəfə də apardılar, mənə dövdürürlər zətdə 4-cü bölmədə. Tez qanın içindeydim. Orada yaxşı bir nəfər tanıdı. Dedi, o kişi ürək xəstəliyi, nə dövürsün bunu? Cimmə heç neydən o dərman zaten o pis bir şeydir cimməsə. Ben de bilmiyorum. Dedim o götür əli, başladılar mənə döyməyə. Dəfələrlə danışıram, orada zar bunların arkasında dayanıb. Gün verir mənə işıq vermir. Dəfələrlə gedirəm polis idarədə, bu 43-cü polis idarəsinə. Orada da başlayırlar maskara qoymağa. Olay elə bilər ki, mən poştelon istəyirəm. Nə qədər getmək olar? Yoldaşım gedir, hücum eləyirlər. Yoldaşım məni deyir ki, arvad gəlməsin, sən gəl. Gəl, arvad da gəlir, deyir ki, bunu yazıq kişidir. Qalıb öyüm ola. Çıxarış mənim adımda. Sizdən xahiş edirəm. Artıq dərəcədə. Görəsən, belə bir nəfər tapar ki, bunu yoluna qoysunlar.